davam edirik ikinci hissəyə. Deməli, burada mən artıq mövzuları yığışdırdım. Yəni, lazım olmayanları və əsaslarını saxladım. Deməli, burada bizdə əsas bir trend xəttimiz qalıb. Qiymət buradan qayıdıb, bura dəysə, yəni müqavimət rolunun oynama ehtimalı var. İkinci bizim trend xəttimiz var. Bunu qırıbsa, aşağı gedirsə, növbəti dəfə çox düşdükdə bizdə bu hissədə trend xəttimiz var. Fikir verin, bunu səhra rəngdə elədi. Yəni rozovu deyə. Və bu hissəyə yəni dəyib, düşüb və qalxma ehtimalı var. Ondan da əlavə bizim əsas yerlərimizi qeyd elədik. Bu bizim hələlik həftəlikdir. Əsas yerlərimizi qeyd elədik. Gördüyünüz kimi qalıb, indi hal-hazırda bizi bu tərəf maraqlandırmır. Yəni siz bunları keçib burada tamkansı maraqlandırmır. Müvəqqəti fikir verin, hamısını adların üstünə bir dəfə vurub ad yazırsınız. Adla yazmışam ki, heç vaxt səhv salmayın. Və mən bilirəm ki, siftə mən burada ilk başlanğıcdan və buraca mənim həftəlik mövzularımdır. Tutalım ki, bunu nəysə söndürdükdə, fikir verin, yandırıb söndürdükdə onu necə eləyə bilirik və burada trading view'da belə bir hissəyə gəlir və bunu beləcə gedirik. İndi ikinci hissədir. Bunlar hamısını söndürəcəm, sizə bir məqamda göstərəcəm. İndi isə bir qaldı, yəni verqanla işləyənlər üçün göstərmədim. Verqanımız buradadır. Deməli, bizdə həftəlik üçün, gördüyünüz ki, həftəlikdir. Həftəlik üçün biz sağ düyməni vurub, daxillik nastroykaya. Buradan deməli, biz bunu min eləməliyik. Bu hissədə gəlib bura min eləyirik. Həftəlikdə və okey vuram. Uzaqlaşıb yaxınlaşdıram. Deməli, ilk bizim sırayışımız, yuxarı başlayan sırayışımız bu hissədən başlayıb. Ona görə götürürəm dərəcəni, bu dərəcəni. Bu hissədən maqniti yandırıram və bu hissədən qoyuram. Yəni, bunu elə-belə ağlım gələn yerə qoyuram, sonra üstünə 2 dəfə vurub, gəlib burada dərəcəsini 45 yazıram. Əgər üz aşağı gedəcəksə, belə gedəcəksə, mənfi 45. Bunu kimsə bilmirsə, videolara baxa bilər. Dərəcəni qoydum, dərəcə bizə nəyə lazımdır? Verqan haqqında baxa bilər. Sonra götürəm verqanı və gətirirəm, oraya yəni maqniti yandırmışam deyənəm. Bu hissədən avtomatik maqnit çəkdi və mən bunu təqribi çalışıram düz olsun. Bitcə dəqiqə. Yerləşdirdim. Açarı atım ki, qaçmasın. Bu mənim verqanım. Bucağı yığışdırırıq. İstəsəz bu rəngin, nə rəng istəsəz eləyə bilərsiniz. Fikir verin. Həmən bu verqan. Birim birə, deməli bizdə burada trend hələ birim birə keçməyib, fikir verirsiniz, 45 dərəcə. Bizdə trend hərəkət edir 2-nin 1-ə. Yəni 1-in 2-ə yox, 2-in 1-ə. Bunlar nə deməkdir? Daxil olub baxa bilərsiniz əvvəlki videolarda. Deməli çəkdikdə, fikir verin. Əgər buranı qırıb keçsə, növbəti biz dəstəyi bu hissədən gözləyirik. Fikir verin. İndi xırda time frame'lər. Biz həftəlik çəkmişik ki, xırda time frame'lərdə girişlər axtıracağıq. Xırda time frame'lərdə. Ən azicə bir şey fikir ver. Buranı qırdı, yuxarı getdisə, fikir ver. Yaxınlaşdırsa görürsünüz, aşağı time frame'də bu xətti görürsə, indi rəngin siz istəsəz başqa rəng qoyarsınız, özünüz biləsiniz, həftəlik üçün mən məsəl üçün rozov elədim, indi bunu rozov eləmirəm və buradan çünki qalxış, görürsünüz, buradan qalxışda nə qədər insan artıq burada bu hissələrəcən qalxışda gedir. Yəni burada qiymətə baxmağın elə də önəm götürə bax bu hissələrdən qalxışda 78-dən nə qədərsə qalxış getdi və geri dönüşdə fikir ver, qırdısa və ondan sonra yüz aşağı düşdüsə, insan da yüz aşağı əməliyyatları axtarır ki, yüz aşağı gedir. Bundan üzrlə hesabı. Bundan əvvəlki videolarda mən sizinlə, yəni bu hissənin
ümumiyyətcə gələcəkdə dəstək və müqavimət rolunu oynaya biləcəyini göstərdim. Bu hissədə bizdə göstərdim ki, nəyin əsasında burada nəyin əsasında qalxış olub, bunu göstərdim. Yəni bu hissəmiz bizim durur beləncə hələ də tam qırıb keçməyib ki, və əgər bu hissəni götürsək biz tutalım ki 6 hissəsin işdir, gəlib bu hissəyə dəyib və buradan da qalxışlar olma ehtimalı var. Bu bizim həftəlikdə gördüyümüz cızdığımız analizdə. İndi isə keçəcək biz günlüyə baxmağa. Çünki biz 5 dəqiqəlikdə analiz edirik. Mən bunları hamısını yığışdıracağım ki, sizə mane olmasın. Çünki həftəlikdə bizə lazım olan çox şey saxlamağa ehtiyac yoxdur. Trend xəttlərimizi saxladıq həftəlik. Məsəl üçün, qrafikdə. Bir də sizə bir söz deyəcəm, dostlar. İndi diqqət edin ki, burada mən sizə trend xəttdən budaq çıxan trend xəttləri göstərdim. İndi isə sizə əsas, buradan bura düzgün trend xətt hansı istiqamətdədir, onu göstərməliyəm. Götürük bu hissəni. Bizim trend xəttimiz, bizim trend xəttimiz belə deyək. Buradan bir toxunuş, çoxlu toxunuş da var. 2 toxunuş. Gətirəm. Məsələn, bura ilə qoymalıydım. Mənim trend xəttim buradan buradır. Və burada da 3 toxunuş artıq. Mən bu hissələr olmadıqda trend xətti düzgün götürsəm, 3 toxunuş. Bu lojni proboydu, bu lojni proboydu. Yəni bu xətt əvvəlcədən burada olmayacaq. Lojni proboydu. Və lojni proboydan sonra bu xətt gedir. Yəni bu ağ xətt gördüyünüz bizim trend xəttimizdir. Əsl trend xətt burada budur. Bunlar hamısı lojni proboylardır. Bir də biz bura nə əlavə etməliyik, belə deyəm. Gəlin bunu mən yığışdırım. Bir dəqiqə bizə bu lazım deyil. Yəni pozdum onu, bu çaşdırıcı məqamda bizim trend xəttimiz budur. Və ondan sonra bir trend xəttimiz də bizim burada durur. Fikir verin, əgər biz o vaxtı sonra trend xəttləri bəyənmişsiniz. Sifdə ilk həftəlikdə bunu götürdük, düzdürmü? İlk həftəlikdə bunu götürdük və bizim bu trend xəttimizdir. Fikir verin. Bax, 1, 2, sonra 3, 4, 5, görün həftəlikdə bizə 6, nə qədər trend xətt bizə köməklik edir. Bax, bu trend xəttimiz bizim fikir və dostlar, gələcəkdə bunun rəngin eləyim mən həftəlik trend. Bunun da rəngin eləyim. Həftəlik trend, qarışdım. Dostlar, bu istiqamətdə bunu ki mən yerləşdirmişəm, növbəti dəfə gəldikdə buradan bu xətti qırsa, növbəti dönüşümüzü bu hissədən gözləyəcək. Trend xəttləri də çəkməkdə, yəni məqsəd olmalıdır. Yəni trend xəttlərə fikir verin. Görürsünüz, buradan gedib trend xəttləri çoxsuz fikir vermirsiniz. Görürsünüz, buradan qalxdı trend xətt, burada əsl trend xətt budur. Prosta bunu sizə o vaxtı mən bir variant var trendi çəkməyə, belə çəkdim, bir dənə ümumi trendimiz getdi. Sonra trenddən bir balaca yuxarı gedib. Yəni burada qayda işləyib ki, bu bir hissə getdi trenddən. Sonra burada ikinci budaq çıxır. Yox, bu ikinci budaq deyil əslində. Bu əsl trend xətti. Budur. Sonra buradan bir dənə də budaq çıxır, gedir. Ona görə mən bunu rəvə elədim. Bu hələlik bizə lazım deyil, yəni gedişatda. Bizə əsas bu lazımdır. Çünki geri dönüşdə bura toxunub və sonra düşüş vermə ehtimalı var. Eləncikdən bu hissələrə gəlib çatdıqda, əgər buranı qırsa, bu trend xəttimizi qırsa, onda buradan bizim sıçrayışımız var. Həftəlikdə baxırım. Görürsünüzmü? Biz artıq burada qeyd elədik. İndi isə bizə yaxın olan hissələrdən biri də bu hissədir. Burada da 1 və 2. 1 və 2.
1 və 2. Fikir verin. 1 və 2 nöqtəni birləşdirdim. Bu Lojny proboydu, bu ikisi. Buranı qırdısa, sonra bura gəldikdə burada qalxış vermə ehtimalı var. Amma bəzilərimiz götürüb bunu bu hissə ilə birləşdirdikdə belə bir nəticə alacaqdınız. Ancaq yox. O Lojny proboydu dostlar. Çünki burada üzü aşağıdır. Birinci və ikinci şamı birləşdirdin, sonrasına fikir versən. Məsəl üçün, bu hissədə biz trend xəttimizi çəksəydik və bizim burada trend xəttimizi getdiyini görəcəkdik və ondan sonra da biz başa düşəcək ki, bu bizim trend xəttidir. Fikir verin, gəlib burada toqquşdu və ondan sonra bu trend xətt üstündə hələlik hərəkət edir. Növbəti bizim gözləndiyimiz burada da kiçik time framelərdə baxacaq. Növbəti bizim trend xətt də bu istiqamətdə hələlik davam edir. Görürsünüzmü? Bizim belə bir cədvəlimiz alındı. Həftəlikdə çıxardım, bir dəqiqə mən bunu. Bitcoin'dir dostlar. Həftəlikdə bizdə belə bir trend xəttlərimiz alındı. Gördünüzmü necə getdi? Nə cür oldu? Bu hissələrə gəlib çatanda M5'lərdə diqqətli olacaq və s. Həmən bu metodu da, həmən bu metodu. Bax, bu güclü dəstək və müqavimət zonasını oynaya bilər. Bax, bu trend xəttimiz. Bu trend xəttimiz güclü və dəstək zonası oynaya bilər. Bu trend xəttimiz. Sizə bir diqqətinizə yayım, diqqətinizə çatdırım. Tamam ki, buradan bura biz çəksəydik, görürsünüzmü? Bu bizdə trend xətt qırdıqdan sonra gəlib burada dəstək rolunu oynayıb, sonra buradan başlayıb gedişatlarımız başlayıb. Yəni biz trend xəttlərimizə fikir versəydik, görəcəkdik ki, bizim gedişatlarımız necə gözəl gedişatlar olacaqdı. Bu bir. İkincisi, bu iki dənə trend xəttdən sonra gəlir bura qalxış verir. Mən də xırda gözlədirəm. Tutalım ki, buranı götürsəydik. Ki verin. Bu hissədə düşüş verdi. Qırdısa və üstündən sonra yuxarı atlanma getdi. Və bu həmən trend xəttir ki, fikir verin, trendimizin xəttidir. Trendimizin xəttidir ki, gəlib burada bizdə rol oynayıb. Yox, burada indi biz bunu başqa bir üsulla baxdıq. Buna ehtiyac yox idi burada baxmağa. Çünki bunu başqa bir üsulla biz yoxladıq. Sifariş blokuna uyğun gəldik, oradan çıxdıq belə və s. Birinci hissədə biz sizinlə gəldik elə bir şeyə çatdıq. İndi burada bizdə həftəlik, belə deyək də, həftəlik üçün olan bizdə burada əsas məqamlardır. Çünki biz həftəliyə həftədə bir dəfə baxırıq və bizə lazım olduğu zaman dönüş eləyirik növbəti, çünki həftədən əvvəlki şamlara dönüş eləyəcək biz. Ondan əlavə trend xəttlərini çəkmək heç vaxt yaddan çıxmasın. Çünki həftəlikdə çox qəşəng gözlənir trend xəttlər. İstəsək günlükdə də çəkəcək. İndi biz keçəcək günlüyə çəkməyə. İndi bunları mən hamısını buradan pozacağım. Çünki həftəlik niyə göstərirəm sizə? Həftəlikdə trade eləyən insanlar var ki, hansı ki onların açdığı əməliyyatlar uzun müddətli gedir. Ona görə onlarda hardasa gəlib həftəliyə fikir verirlər. Biz isə ümumiyyətlə mən ən çox xoşladığım işləmək. Günlük 4 saatlıq, 1 saatlıq və 5 dəqiqəlikdir. 1, 2, 3, 4. Arada 15'ə baxırsan. Növbəti hissələrdə o haqda danışacağım.